həyətdəki çiyələklər yetişmir. Mətbəxdə olan bütün xırda daruşqaları, pilləkənin üstündə olanı hamısını çıxartdım burada. Noyun içində qoydum istağa səhərə qədər qalsın. Hansını səhər çıxardıb yuyub sərərəm. Hələ ki bizim həyətdəki çiyələklər yetişməyib. Mən də pomidor, xiyar, patlıcan alırdım salat üçün. Gördüm var, uşaqlar da uzun zamandır istəyirdi, aldım. Amma o qədər çox qorxuram ki, çox yudum da, dəhşət çox yudum. Həm sodalı suda yudum, həm eləcə suyun altında yudum. Yəni bildiyiniz bütün şirəsini axıtdım da, yəni çiyələklərin. Amma qorxurdum, çox qorxurdum, dəhşət yəni ki, uşaqlara ziyan olar deyə, zəhərləyə bilər deyə. O qədər yumuşam ki, hiss edirəm ki, üzünün şirəsi gedib. Biraz verdim yesinlər, yedilər. İndi qorxuram verməyə. Dedim qalanını belə suyu qurusun, saxlayım və 3-4 saat sonra yeyər. Arxa-arxaya qorxuram hamısını yeyərlər, zəhərlənib eləyərlər deyə. Əslində mən heç vaxt belə çiyələk falan almıram, çünki həm qorxuram, həm hormonuna görə, həm də sahəmizdə az-maz yetişdiririk də, bir 15-20 ilək çiyələk əkmişik. İndi məhəlləyə gedəndə göstərərəm onu da. Stolun üstünün gününə baxın. Xalçaları da sökmüşəm ki, yuyulsun, yerin gününə baxın. Uşaqlar da yemək yedi getdi və sər-sər qalxıb çörək bişirmişəm. İndi durum buraları bir qəşəng yığım. Dünən göstərdiyim xalçaları istağa qoymuşdum. Onu gedək yuyaq. Yaxşı gün düşür hələ ki. Bayaqdan gözləyirdim. Duman idi hələ ki. Yaxşı gün çıxmamışdı. İndi çox şükür qəşəngdir hava. Görürsünüz orada suyun içindədir. Gedim onları da yuyum. Daha sonra böyük xalçaları yumalıyam. İnşallah sizin üçün maraqlı bir vlog alınar. Bundan sonra da, yəni bu vlogdan sonra da pərdələri yuyacağam. Gələn vlogda da pərdələri paylaşacağam sizinlə. Bu nazik xalçaları da daruşqalarla bərabər noyda istağa qoymuşdum. Yumuşaqdılar deyə. Elə yudum, daruşqaları yola sərdim. Bunları da sərdim burada sərgidən ki qurusun. İndi də gedirəm böyük xalçaları yumağa. Qızlar, xalçalarımı yumaq üçün olan məhsulumu da Faberlikdən almışam. Videoda göstərməyi unutdum sizə, amma bura şəklini qoyacağam. Xalçanı həm çox gözəl təmizlədi, ləkələri, kirləri, xüsusən də mətbəxdə olan xalçanı, həm də çox gözəl qoxu gəlir. Ən önəm verdiyim də qoxudur ki, xalçanı evə saldıqda gözəl təmizlik qoxusu gəlsin xalçadan. Və bu məhsuldan çox razı qaldım. Tam 5 ədəd böyük xalçanı yumuşam. Hələ kiçikləri demirəm. 5-ini də yetdi yəni bu məhsul. O qədər mükəmməl bir şəkildə təmizlədi ki, hər birinizə ürək rahatlığı ilə tövsiyə edirəm. Xalça və üzükləri çox gözəl şəkildə təmizləyən bu gözəl məhsulu depo qiymətinə əldə etmək istəyirsinizsə, açıqlamalarda olan Instagram və yaxud da WhatsApp hesabıma yazın, sizə sevə-sevə köməklik edəcəm. Əvvəllər xalça yuyanda qırmızı setka ilə sabunla sürtüb yuyurduq, amma hal-hazırda məndə o mümkün olmadı. Çünki belim üstünüzə salıb çox pis ağrıyır. Ona görə ancaq mən düzünə yuymuşam xalçaları, yəni ayaq üstə buşotka ilə. Yaxşı ki, buşotka da var idi. Ağzı çox gözəldir, bərkdir, sərtdir deyə. Yəni rahat şəkildə sürtə-sürtə yumaq olur. Düzdür, qollarımı incidirdi bu da. Əllərim tez-tez üşürdü, çox bərk tuturdum deyə. Amma çox gözəl təmizləyirdi. Yəni yaxşı ki, bu var idi, yoxsa yəni dizlərimi yerə qoyub mən o xalçaları yuya bilməyəcəkdim. Mənim fikrimcə xalçaları ya yayın sonunda və yaxud da payızın əvvəllərində belə yumaq yaxşı olar ki, qışa hazır olsun. Amma həm keçən il mən xalçaları yumamışdım, həm də ki, yayda bizdə su qıtlığı olur. Yəni şəhərdən gələnlər olur və yaxud da özümüz üçün istifadə üçün olur. Yəni su qıtlığı olur da, yəni xalça yumaq üçün su olmur. Ona görə elə suyun gür vaxtında mən xalçaları yudum, aradan çıxartdım. Nə var idisə hamısını yudum. Bir dənə pərdələr qalıb. İnşallah onu da bu yaxınlarda yumaq istəyirəm. 2 gün ard-arda xalça, daruşqa yuduqdan sonra bu da dırnaqlarımın son halı. Xalçalardan, daruşqalardan mənə qalan bu oldu. Dırnaqlarım demək olar ki, məhv oldu. Gərək hər birini dibindən kəsəm. Bu da mən heç sevmədiyim bir şeydir, dırnaqlarımı dibindən kəsmək. Az da olsa dırnağım olanda mənə rahat olur. Həm əlimi nəyəsə vuranda rahat hiss edirəm özümü, həm də ki, görünüş cəhətdən əllərim kobud görünmür, yəni. Heç sevmirəm dırnaqsız görüntünü əllərimdə.
Xalçalarımı biraz suyu çəkəndən sonra gətirdik atdıq bura. Səhərə qədər tam suyu çəkilsin. Biraz ağırlığı getsin. Sabah inşallah şöyle atarıq günəşin altına quruyar. Paltarları qoymuşdum bu arada maşına yuyulsun. Mən xalçaları yuyub qurtarana qədər o da yuyulub qurtarıb. İndi onları da səreyim, sonra gedim biraz dincəlim. Yəni dəhşət çox yorulmuşam xalçalardan sonra. Bayağı bir 1-2-3 saat dincəlməyə ehtiyacım var. Vlogumu izləyən hər kəsdən kiçik bir xahişim var. Əgər hələ də kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın. Sonda əgər vloqumuzu bəyənsəniz, like atmağı və şərhlərdə fikrinizi bildirməyi unutmayın. Xalçamı bu çadırın üstündə yumuşdum. Bir balacası var idi, qırıq. Onu atdım getdi, çünki çox pis gündə idi. Bunu da yudum ki, həm qurusun, təmiz olsun, dənlənməsin harasa qatlayıb boyanda. Böyük stolun üstündə yer olmadı. Bunu bura qoydum, yer düzəldib. Balaca xalçaları da sərdim qapının başına. İndi də gedirəm evə. Artıq vlogumuzun 4-cü günüdür. Sıraha gün yuduyum darışqalar quruyub. İstədim onları salım. Gördüm ki, buralar toz içindədir, ayaqqabılıq falan. Həm tor var, həm toz var. Həm onları təmizlədim. Ayaqqabılığı falan çöldə biraz süpürdüm. Sonra üstünü nəm salfetlə sildim. Bunları parça-parça eləmişdim ki, rahat təmizləyim. Amma çox peşman oldum. Yığana qədər əsəbləşdim. Bir tərəfini taxıram, digər tərəfi çıxır. Ona görə artıq bir də təmizləyəndə çıxartmayacağam. Elə olduğu qaydada təmizləyəcəm. Özümün bir xasiyyətim var ki, onu heç sevmirəm. Bir işə başlayanda, yəni mütləq ki, eşirəm, orada nə varsa ümumiyyətlə hamısını təmizləməyə çalışıram eyni vaxtda. Ona görə də həm işim uzanır, həm daha çox yoruluram. Çünki bir gün ərzində nə qədər iş görmək olar. Artıq özümə söz vermişəm ki, belə işlər olanda hansı işə başlamışamsa bir tək o işi axıra qədər çatdırmağa çalışıram, başqa işlə məşğul olmuram. Çünki bir işə başlayıram, başqa işə də qoşuluram. Ona görə həm vaxtım gedir, həm başladığımı vaxtında bitirə bilmirəm. Aranızda mənim kimi bir işə başlayıb digər işlərdə ona qatanlar var. Çöldə yaxşı-yaxşı təmizləmişdim, amma içim rahat olmadı. Yenə də bir nəm salfetlə üstündən gedirəm, tam təmiz olsun. Onsuz da yenə toz olur. Gərək tez-tez üstünü siləsən, çünki qapının ağzındadır, işlək yerdir, tez-tez toz olur. Bir üstəki qaradır, yəni rəngi daha tez bilindirir toz olduğunu. Ona görə silirəm, qoyacağam çölə, biraz da günəş qurutsun. Çünki içəri belə qoysam cəmlənə bilər. Ayaqqabı rəfi qurudu, gətirdim, yığdım ayaqqabıları, hələ ki səliqəlidir ta ki biz işlədənə qədər. Bir də hardan gəldiyi bəlli olmayan bu qədər zirzibil çıxdı. Təbii ki, zarafatdır. Burada atılası olan ayaqqabılar var, su qabları var doldurulmalı olan, bir də bəzi xırda zirzibillər var, onları da atım. Dünən xalçalarım biraz qurudu, amma tam qurumanı istəyirəm. Ona görə bugün də aparım salım çölə. Qəşəng gün var. Çox qəşəng hava var, qurusu xalçaları. İkisini aparıb salmışam. İkisi qalıb. Bunu da aparım. Gətirdim, saldım onu da ora. Qəşəng günəşin altında quruyur. Amma xalçaların mənzərəsi çox gözəldir. Telefondan o qədər də çox bilinmir, amma çox gözəl görünür belə canlı şəkildə.
Balaca xalçaları da çıxardıb bildiyin setkasına atmaq istəyirəm. Dəmiri qopmuşdu, iplə bağladım. İndi aparım ora salım, orada qurusun. Biraz da böyük deyirlər. Belə. Bunun böyük xalçasını istəyirəm inşallah. Balaca xalçaları da saldım. Bir dənə qaldı. Mamanın utanı xalçası. O da ağdı deyil. Setkaya salmaq istəmirəm. Çünki otlardan ləkə düşə bilər. Bunu istəyirəm darvazanın başına salım. Dünən də ora salmışdıq. Yeni gün gedənə qədər orada qurusun. Çox qəşəngdir, heyifdir. Ləkə düşsə məncə getməz. Uşaqlar bir yerinə ləkə salmışdı. Ona görə yuydum bunu. Yoxsa bu təmiz idi, təzə idi. Həm də cənnənməsin deyə. Yuydum ki, yəni o otaqda cənnənməsin. Aparım bunu da salım darvazanın başına. Baxın, belə görünür. Bəlkə də otaqda görürsünüz tosturanın yanında. Çox xoşuma gəlir, çox zərifdir. Altı hələ də yaşlı, alt qatı. Gərək bu tərəfini indi yol tərəfə salım ki, gün düşsün üstünə. Qızlar, bir səhər atdım darvazanın üstünə. Tək olduğum üçün çox çətin oldu. Yoruldum. Qatını da açım qurusun burada. Yenə yoldaşım evdə olanda kömək eləyirdi. Bura atmaq o qədər çətin oldu ki, içərdən. 3 dəfə atdım, başıma düşdü. 4-cüdə axır ki, tutdura bildim. Biraz dincəlim, sonra açım, qatını qurusun. Aça bilmədim qızlar qatını. Çox ağır gəldi. İçərdən ayağımın altına bir stol bir şey qoyum. Elə açım. Çox yoruldum. Çox çətindir, çox. O qədər yorulmamışdım ha. 4 xalça apardım, məni yormadı. Bir dənə bu xalça məni yordu. İlişib qalıb. Açıldı axır ki. Qızlar, nə yaxşı ki, xalçaları yumuşam, qurudu. Yoxsa ki, yağışda qalacaqdı. Yaya qalanda da su gəlmir. Çox şükür ki, yumuşam, quruyub yığdım artıq. Təmiz su götürürəm. İndi yağış yağır dedim, birdən su bulanar. İçməyə suyumuz qalmaz. Hava çox tutqundur. Ağzıda da yağır. Səs eşidirsiniz yəqin. Cöycür olsun səsini. Biz artıq yola çıxmışıq. Tortu da mən götürdüm. Yoldaşım, mən, uşaqlar başqa bir maşınla gedirik. Digər valideynlər isə başqa bir maşınla gedirlər. Nur restoranda görüşməliyik. Bu arada qızlar, tortumuz necə alınıb? Məncə çox gözəl alınıb. Çox abartılı bir şeylər yoxdur üzərində. Sifariş etmək istəyənlər Nurayna xanımdan sifariş edə bilərsiniz. Tort yapışdı. Bize güldük hayal.
alıb xeyli. Bunun üstüne şam lazım idi, onu da aldım. Çıxıram indi yuxarı. Hər kəsə tək-tək açıq dönər, ortaya salsa sifariş olunmuşdu. Salça qətiyyən sevmədim. Açıq dönər isə belə yemək olar, amma bir daha sifariş etmərəm. Uşaqlar üçün isə nugget, kartofli belə şeylər sifariş elədik. Həm yedilər, həm oynadılar, əyləndilər, çox gözəl zaman keçirdilər. Biz də burada biraz analar, uşaqlarımız əylənərkən biz də burada biraz özümüzə vaxt ayırdıq, biraz söhbət elədik, dedik, güldük. Çox gözəl bir məkandır, çox mədəni bir məkandır. Getmək istəyən hər kəsə tövsiyə edirəm. Biz çıxdıq artıq, gedirik evimizə. Yağış yağır bu arada. Biz çıxana qədər də yağıb. Uşaqların yeməklərindən qaldı. Onu da paketlədirdik. Gedirik evə, yolda yeyərlər. Yox. Gedək Atabəyin yanına, maşına minək. Qaça-qaça ged istəyirsən. Bərdur. Qorxma. Gəl. Gəl. Uşaqlar dondurma istəyirdi, yoldaşım yol üstü dondurma da aldı. Amma maşında yeməyə icazə vermirəm deyə küsüblər məndən ikisi də. Evdə çatışmayan bir-iki şeylərimiz var idi. Biz restoranda olanda yoldaşım alıb, sağ olsun. Burada isə maşınımız, tefalımız xarab olmuşdu. Onları da düzəltdirib ən çox bunlara sevindim. Evdə bir qiyməli aş pişirib getmişdim. Biraz üstüne yemişdik. Şimdi gəldim, isitdim. Axşam üçün götürəm. Bu qiyməli aşı hardasa 4-5 ay olar ki, bir blogerdən öyrənmişdim. Neçə dəfə pişirmişəm, uşaqlar da özümüzdə sevərək yemişik. Ətli olanda uşaqlar yemirlər, amma belə qiyməli olanda heç qiyməli seçmirlər, sevə-sevə yeyirlər. Beləliklə sifarişlərim gəldi. İstədim burada mətbəxdəcə yerdə açım sizə göstərim. Baxaq belə, bu birinci sifarişim idi. Yəni ilk öncə bunu vurmuşdum.
Daha sonra başqa sifarişlərim olanda yenə vurdum. Belə. Təmizlik məhsulları isə ayrıca gəlir. Bu isə paltarlar üçün ətirləndirici, yumuşadıcı kondisionerdir. Çox gözəl qoxusu var. Və belə yeni kloklar qoyurlar məhsulların içərisinə. Belə. İndi sizə bir şey demək istəyirəm mən. Baxın, Faberlikdən istəyirsiniz, bir ədəd məhsul sifariş edin. İstəyirsiniz belə lazım olan çox məhsullar sifariş edin. Hamısı sizə çox səliqəli qaydada gələcək. Baxın, burada bir ədəd dırnaq üçün süd var, möhkəmləndirici kalsium südü var. Mən bir dənə bunu sifariş etmişdim. Müştəri təcili istədi, başqa sifarişim də yox idi deyə bir dənə bunu vurdum. Və görün necə səliqəli şəkildə bunu hazırlayıb göndərdilər. İndi açaq sizinlə. Bu bizim kalsium südümüz. Bu isə onun çeki. İndi isə keçək digər sifarişimizə. Təbii ki, sifarişimizin çeki. Baxın, var. Belə bir Ideonun dezodorantı, tük tökücü krem, daha sonra belə bir pudra, palitramız, Atimix ətri, tülpan ətri. Uşaqlarım üçün belə bir şampun sifariş etdim. Daha sonra diş macunu özüm üçün sifariş etmişəm. Müştəri belə bir gloss sifariş edib. Daha sonra qaş sabitləyici, Aromaniyanın ətri. Bu qədərdir sifarişlərim. İndi mən bunları hazırlayım, müştərilərə təhvil verim. Buradan bir dənə bu mənimdir. Qalanları isə sifarişdir. Bir ikisində əlavə sifariş vurmuşam. Baxın, pudramız budur. Belə gözəl şəkildə gəlir. Güzgüsü də açılır. Üzü qapalıdır hal-hazırda. Fil sümüyü tonudur bu. Yəni çox gözəl bir pudradır. Özüm də istifadə edirəm bundan şəxsən. Çox gözəldir. Sevə-sevə istifadə edirəm. Bu isə müştərinindir. Sonda mənim dəyərli izləyicilərimə çox gözəl bir xəbərim var. Faberlikdə yeni qeydiyyatdan keçənlər. Sifariş eləşdirdiyiniz zaman sizə 1 yox, 2 yox, tam olaraq 3 hədiyyə verir şirkət. Paltar yumaq üçün kapsullar, qab yumaq üçün vasitə və təmizləyici universal pasta. Bu gözəl üçlü dəstə hədiyyə qazanmaq istəyənlər videonun açıqlama qismindəki linkdən keçid edə bilərsiniz və yaxud da kanalımdakı nömrədən WhatsApp-a yazaraq əlaqə saxlaya bilərsiniz. Sona qədər izləyən hər kəsə təşəkkür edirəm. Kanala abunə olmağı, videoya like atmağı və şərhlərdə fikir bildirməyi unutmayın. Hələlik.